Deməli, uşaqlar OTK-nın ilk sınağıdır. Başdan deyim ki, OTK-nın sınağı, yəni bu sınaq mənə elə gəlir biraz çətin idi. Qəribə dini, mədəni, belə bəzi hətta analiz sahibdə olmayan cümlələr var idi dəstəkdə olan. PDF-ini əldə eləmək istəyirsinizsə, Telegramda Tarix Azər Səmədov kanalına daxil olun, orada paylaşacağam. Deməli, bizdən istəyir məzdəkilərlə Xürrəmlər hərəkatına aid olmayan cəhət, aid deyil deyir. Birinci minilliyin ikinci yarısı. Deməli, birdən 1000 daxil birinci minillik. Birinci yarısısa 1-dən 500-ə qədərdir. Məzdəkilər hərəkatı da başlayıb 481-də. Deməli, birinci minilliyin ikinci yarısında başlamayıb. Başlayıb ikinci yarısında. Daha doğrusu birinci yarısında başlayıb, ikinci yarısında başlamayıb. Okay. Gələk ikinci suala. Avropada feodal münasibətlərin yaranması. Normalda bu analiz sahibdə paragraf 8 ya 9-cu paragrafdır. Biz bunu deyirik ki, üzündən oxuyun. Amma oradan sual salıblar. Deməli, Avropada feodal münasibətlərin yaranmasını istəyir bizdən. Roma imperiyası dağılır 476-da və quldarlıq quruluşu dağılır. Həmçinin xristian dininin yayılması ilə də bu feodalizmin yaranmasıdır, müşahidə olunur. Respublika olmaz, 509-dadır. Suvarma sistemi dövlətin ixtiyarında olmasında məncə bura dəxli yoxdur. Sonra gələk, məsələn, bu sual. Bu sual 8-ci paraqraf ya 9. Bu suala çox uşaq fikir vermir. Xristianlığın yayılmasının tarixini istəyir. Deməli, birinci mərhələ 1-ci əsrdən götürsək, 1-ci əsrdən 313-ə qədər götürsək, deməli, Aqoin kilsə məclisi olmaz birinci mərhələdə. Birdən A-nı çıxırıq. İkinci mərhələyə gələk. Deyir ki, ikinci mərhələdə 313-dən başlasaq, birinci minilliyin ilk yarısına da uyğun gəlir. Ola bilər, hə? İlk yarısına da uyğun gələ bilər. 2-yə də A götürsək, sonra apostol dövrü də birinci dövrə deyirlər. Bu qədər məncə inanmıram. Heç hansısa şagird belə dərinliyinə getsin. Gedənlər var, amma belə sual inanmıram dim salsın. 4-cü əsrə qədər davam edib birinci mərhələ. 1-ə C-ni götürən kimi Yunanpərəst dövrdə ikinci dövrdür. Cavab gəlir A variantı. Sonra keçək digər sualımıza. Məsələn, 30 bu asan sualdır. Dində də bu tipli sual var. Dövlətlərin son qoyması. Sacilər dövlətinə Mərziban ibn Məhəmməd son qoyub. Salarilərə Əbülhica, Rəvvadilərə Alparslan. Dövlətlərin yaranması və süqutlarını əzbər bilsəz tapacaqsınız. Bu asandır. Sonra qədim Yunanıstan tarixində bu sual mənə elə gəlir ki, biraz çaşdırıcı sualdır. Vulkan püskürməsi nəticəsində Mikena mədəniyyəti yox, Krit mədəniyyəti süqut eləmişdi. Düzdür? Mikena yox, Krit. Biri çıxın. Sonra Dorilər Sparta şəhərini salıblar. Dorilər. 4-ü götürün. Solon islahatlarının keçirilməsi deyir, Attikanın bütün sakinləri yox, kişi sakinləri imiş. 3-ü də çıxırsınız, 2-4. Səhv eləmirəmsə, anarda belə quraqlıq illəri yazmır, amma məntiqlə tapmaq olar. Deyir, quraqlıq illərində kəndlilər borc daşı var idi. Kəndlilərə borc verirdilər. Borcu qaytara bilmirdi deyə nəyə çevrirdilər onlar? Qullara. Bəli. Cavab olacaq nə? 2 və 4. Sonra Azərbaycanın şimal və cənub Sasaniləri. Bu sual bir dəfə ya qəbula bilmirəm, ya da dimin sınaqlarına düşüb. Deməli, ərəb xilafətinin tərkibində birləşməsində nə ola bilər? Etnik və mədəni birliyin təşəkkülü. Yəni bura Azərbaycandır. Şimalla cənub birləşib, artıq bir dövlətdədirsə, etnik, yəni xalq olaraq və yaxud da mədəniyyət olaraq biz bir ola bilirik iki xalq. Sonra yad elli işğalına qarşı da sıx birləşirik. Biz birlik varsa sıx birləşmə var. Xristianlığın ərəblər dövründə xristianlıq yayılmır. Türk ədəbi dili də bizim o dövrdəki türk dilində şeirlərimiz yox idi. İzzəddin Həsənoğludur, hə, ilk şeir. Sonra bu sual asandır, yaxşı ki. Deməli, burada xərac bilirsiniz ki, hərbi qulluğa görə deyildi, məhsulla, torpağa görə idi. Cizyə də cəmaət deyildi. Burada nə yazırsa bir asan sual var. Rabat xüsusi məskəndir, vəqf də dini idarələrdir. Sonra gələk bu suala. Xəritədə bizə Qəbələ şəhəri göstərilib, bir də Qazaka şəhəri. Qəbələ albanlarının da Qazakada, məsələn, bu bilmirəm valla, belə bir suala ehtiyac varmı və yaxud da cavaba. 3-cü əsrdə yox, 421-də yaran, 321-də yaran Qazaka 4-cü əsr. Selevki Albaniyada deyil, Midiyanın əlaqəsi yoxdur. Bizansla da Atropatenlə dəxli yoxdur. Ərazisi deyir Azərbaycan Respublikasının Azərbaycan Respublikası deyəndə
indiki Azərbaycandan söhbət gedir. Hal-hazırki Azərbaycan Respublikasından. Və Atropatenanın da deyir, şimal əraziləri indiki Azərbaycan Respublikasının bəzi rayonlarına düşür. Mən bilmirəm bunu belə niyə belə suallar salıblar. Ümumiyyətlə OTK-nın bu sınağı biraz qəribə idi. Sonra xəritə verib, bunu məncə məntiqlə tapmaq olar. Yunan koloniyalardı yəqin ki. Yunanlar buradan çıxıblar hər yerə. Deyirdilər, Qafqazdan İspaniyaya qədər olan ərazilərdə Yunanlar koloniya salmışdılar. İzaha ehtiyac yoxdur. Məsələn, bu sual ANAR-ın 2024-25 kitabında da yoxdur. Dərslikdə var, amma deyəsən təzə 2026 nəşrində var. Bilmirəm, belə bir suala ehtiyac var ya yox. Əhəmənilər dövründə deyir, şimalında sosial bərabərlik yox, sosial bərabərsizlik var imiş. Təbəqələşmə. Cavabım olacaq C. Şimalında əhalinin adət-ənənələrinə toxunulmurdu. Deyirək, orada nominal xarakter daşıyırdı. Sonra görək, məsələn, bu sual biraz çətin görünür. Xəritədə də tam görünmür, elə sınaqda da baxarsınız, tam bilmək olmur. Amma məntiqlə necə tapmaq olar uşaqlar? Burada deyir ki, işğalçı dövlətin mövqeyinin sarsılması ilə Atropaten Albaniya yarandı. Burada da deyir ki, Makedoniya İskəndər imperiyası dağıldı, yerli dövlətçilik yarandı. Bunlar ikisi eyni variant. Yəni ikisində də eyni məna daşıyır. Sonra deyir, xırda dövlətlərin ləğv edilməsi ilə bir dövlət halında. Burada bir dövlət yoxdur. Baxın, Şirvan var, Şəki hakimliyi var, Təbriz paytaxtlar var. Bu ipucu ilə tapmaq olar. Sonra bunu da çıxdıq. Vahid Azərbaycan dövlətinin dağılması kiçik dövlətlər. Vahid Azərbaycan dövləti hansı idi ki? Sadi Saları idi bu dövrdə. Onlar da dağılıb kiçik dövlətlər yaranmır. B olar yəqin. Bura Ərəb xilafətindir. Dərslikdə bu xəritə var. Azərbaycanda xilafətin hakimiyyəti başa çatır və dövlətçilik ənənələri dirçəlir. Şirvanşahlar, Şəddadi, Rəvvadi, Sadi Saları dövlətlər yaranır. Bu xəritəyə də baxdım. Analiz sahibinin 2024-25-də iminli belə bir xəritə görə bilmədim, amma dərslikdə belə bir xəritə veriblər. Sanki belə dərslikdə olub, vəsaitlərdə olmayan cümlələr seçilib. Manna dövləti yaranmışdır. Burada biraz qəribə sualdır bu da. Deyir, Assuriya hücum eləyirdi. Ona görə başladılar ki, biz tək-tək mübarizə apara bilmirik. Gəlin birləşək. Zamua vilayətinin də birləşdirmə səyi nəticəsində Manna dövləti yaranır. Cavab olacaq 1-5. Manna dövlətinin Assuriya ilə münasibətlərin pozulmasının səbəbi. Bu sualı çıxdaşla tapa bilərsiniz. Assuriyaya arxalanmırdı Aza. Daha doğrusu arxalanırdı. Burada deyir ki, Assuriya arxalanmaqdan imtina etməsi. Elə ikini çıxaram. Bir dənə də cümlə var. Deyir ki, Midiya hökmdarı Astiaq. Astiaq o 550-lərdə, Aşirov 650-də. 5 də olmaz. Cavab gələr C. 1-3-4. Manna İskit padşahlığı ilə yaxınlaşır. Çox izah vermirəm ki, vaxt getməsin. Sonra çıxdaş eləyirəm. Sonra görək nə var. Azərbaycan torpaqlarında yaranmış İskit padşahlığı bizim Manna ilə ittifaq qurur. Aşşeri, İşbakay var idi, Kaştariti Midiyada. Assuriya hücum edirlər. Urartu ilə mübarizədə İskit İranzuya yardım olmur. Urartu dövlətinə də son qoymayıb İskitlər. Assuriya dövlətindən də tərəfinə süqut uğramayıb. İskitlərə kim son qoymuşdu? 590-da Midiya. Yerli Alban tayfalarını da regiondan sıxışdırıb, Albanlar orada qalıblar da, bizi çıxartmayıblar. Qədim Misir tarixinə aiddir. Belə tipli suallarda mən çox vaxt səhvlərin üstünə gedirəm. Məsələn, bunlar yad düşmən yox, canlı ilə adlandırılırdı. Elə ikini çıxaram. Bir də vahid dövlət yaranarkən paytaxt Memfis idi, düzdür? Fiv deyildi. Üçü də çıxaram. Cavab gələr 4-5. Het dövləti ilə mübarizə aparır, o Ramzes. Bir də Firon yer üzündə təmsilçisi adlanırdı. Ali məmursa Çati deyildi. Daha doğrusu ali məmur olan Çati baş komandan deyildi. Okay. Sonra bu sual biraz qəribə sualdır. Məsələn, buna da ehtiyac yoxdur məncə. Niyə belə sual salıblar? Başım çıxmadı. Suala baxırsan birincisi anlamaq olmur, amma belə təxminən tutmaq olar ki, əlaqələndirmək olar. Deməli, uşaqlar, burada nədir? Tarixi proseslər soruşur. Ərəblər deyir arasında dini birliyin olmaması ilə
6-cı yüzillikdə Yəməni ələ keçirmək uğrunda Bizans-Sasani müharibəsi aparılır. Bunu mən necə taparam? İslam dininin zəif yayılması. İslam dini zəif yayılmır, hər yerə yayıldı. Bunu çıxdım. Sonra buradan baxdım ki, Bizans-Sasani müharibəsi nəticəsində bir-biri zəifləyir. Onda Əməvilər hakimiyyətə gəlmir. Beyni də çıxdım. Sonra baxdım ki, Kordova xilafətində bura dəxli yoxdur. Kordova hara, Bizans-Sasani hara. Yerdə nə deyirdi? İspaniyanın fəth edilməsi də elə Kordova dövründədir. Bunun da gördüm dəxli yoxdur. Sonra baxıram ki, hə, cavab C imiş. Yəməni ələ keçirmək uğrunda Bizans-Sasani müharibəsi olur və İslam orduları bu cümlə ilə tapmaq olar. Bizans-Sasani müharibəsi nəticəsində iki dövlət bir-birini qırırlar və zəifləyirlər. Zəifləyəndən sonra İslam orduları Bizans-Sasaniləri məğlub edir. Okay. Sonra görək nə var? Ulubi Kuti dövlətindən fərqli olaraq Arat da qurumu. Biz bilirik ki, bu iki dövlət 3-cü minilliyin ikinci yarısında yaranıb. Aratda dövlət isə 2-ci minilliyin, 3-cü minilliyin birinci yarısı. Məsələn, bir ara dedilər Aratdadan sual düşməyəcək. Çox maraqlıdır. Fikir verirsiniz haralara müraciət edib OTK. Baxın burada gedib şeyə müraciət ediblər. O düşmədiyən çox vaxt üstündə getmədiyimiz dərsdir. Burada xristianlıqdır, maraqlıdır, vulkandır. Bilmirəm, onlara ehtiyac var ya yox. Sonra burada hansı? Bu sual mən elə gəlir ki, din tipli olmadı bu sınaq. Mən elə gəlir. Xəritə burada deyir nə baş verir? Yeni tipli sualdır. İndi nə bilim, mən çox da tutmadı. Bu sual məsələn, ərəb deyən kimi uşaqlar nə götürür? 90% 7-ci əsr götürmüşük də ərəblər. 6-cı yüzillikdə bilmirəm, məncə bu o qədər də ərəb dövləti keçirik də biz. Ərəb dövlətini 630-dan sonra götürək. Nəyimizə lazımdır ki? Bizim 7-ci əsr, 6-cı əsr. Sonra Kuti Aratdan çox vaxt deyirlər düşmür, amma salınıb. Amma bu sual rahatdır. Bumun Xaqan yeni burada Bizansı çıxırsınız. Mihraqul H ilə yadda saxlayın. Mihir Hindistana hücum edib. Bizansa yox. Bumun Xaqan da Göytürk dövlətinin əsasını qoyub. Elə Bizansı çıxdım, C-ni çıxan kimi cavab gəlir C variantı ilə. Yeni dövlətin əsasını Bumun Xaqan qoyub. Aşina nəsli nə idi? Hindistanda Mihraqul. Ha, bax Hindistan, Mihraqul. Ağsuvarda belə yadda saxlayırıq. Ağsuvardakı S-da Sasanilər. Belə bir kəhər yadda saxlayaq. Sonra bu sual qəbula da çox düşüb. Siz bilirsiniz ki, Senat maliyyə, müharibə, sülh məsələlərinə baxırdı. Bunu rahat tapmaq olar. Sonra nə var uşaqlar? Böyük Hunla Qərbi, bu da asan sualdır. Çətin-çətin başdan gəlirdilər, sonra asanlaşdırdılar. Deməli, Hunla qədim Çin dövləti bir-biri ilə davamlı nə ediblər? Mübarizə aparıblar. Yəni Çin səddi, qırğınlar, Pinçen müqaviləsi, Pinçen döyüşü. Sonra Qərbi, məsələn, bu sual da biraz mənə qəribə gəldi. Təsəvvür ki, Azərbaycanda 3-cü əsrdə yaranıb, deyək ki, 1870-ə qədər. Qərbi Avropada 5-ci əsrdən 1640-a qədər hesablayırıq ki, hə, 1000 ildən çox davam edib. Yəni, bilmirəm, faktoloji sual saymaq olar, olmaz, qəribə sualdır. Amma bunlarla tapmaq olar. Feodallardan Azərbaycanda şəxsən asılı deyildilər. Bizdə şəxsi təsərrüfat yox idi, Avropada var idi. İbtidai icma ilə yox, quldarlıqla yaranıb. 17-ci əsrdə də başa çatmayıb Azərbaycanda. Sonra bu sual məsələn Hind çayı vadisində salınıb şəhərdir. Fikir verirsiniz, suallar tamamilə fərqlidir. Yəni 180 dərəcə fərqli mövzulara müraciət ediblər. Harappa və Mohenjo-daro şəhərlərdir. Deyir ki, əhali oradan çıxıb gedib, heç bilinmir niyə görə. Sonra Erkən Tunc və Dəmir, bu sual da qəribədir. Normalda 4 dənə cavab verirdilər, indi 3 dənə veriblər. 3 cavabda süni suvarmadan istifadə. Erkəndə yaranıbsa, dəmirdə də var. Metaldan istifadə, tunc metaldırsa, dəmir də metaldır. Düzdür? Köçmə maldarlığın əhəmiyyətini itirməsi də erkən tuncda yaranıb. Necə əhəmiyyət itirsin deyə düşünüyoruz. Sonra 54-cü sualda mənim konspektimlə də bəlkə tapmaq olardı. Albaniyada Mehranilər 630-da gəlib, Şirvanı təxminən 643 götürsək, Sasanilər üzərinə ilk hücumlarda 633 götürsək, cavab olacaq 3, 1, 2, hə? 3, 1, 2, bəli. Sonra, bu da biraz çaşdırıcı sualdır. Məsələn, bu çox da düşən sual deyil Sasanilər üzərinə hücumlar. Amma kitabın 3 cümləsi.
Şumerlərin tarixinə aid oxşar, yoxsa yox, doğru fikirlər istəyir. Buradan səhvləri tapsaz daha yaxşı olar. 7-ci minillikdə Misirdən yox, Mərkəzi Asiya Altay dağlarındandır. Luqal da kahin deyildi, hökmdar idi. Qalır 4-lə 1. Sonra birinci minilliyin ilk yarısı. Uşaq, birinci minilliyi nətər? Bu sual da çətindir. Niyə çətindir? Eradan əvvəl yazmayıb. Əgər yazırsa, eradan əvvəldir, heç. Amma sadəcə birinci əsr yazırsa, bizim eradır. Yoxsa bizim eradır. Deməli, eradan əvvəl birinci minilliyin birinci yarısı istəyir. Yəni, 1-dən 500-ə qədər olan hadisələr istəyir. Zərdüştlük yaranıb eradan əvvəl. Biri çıx. Okay. Sonra Şamaxının Sündü kəndində məscid 920-dir. Bunu da çıxaram. Çünki ilk yarısını deyir. Albaniyada Ağqoyan kilsə məclisi 488. Bir də Pəhləvi yazı sistemi Atropatenada deyirdi ki, Sasanilər dövründə Atropatenada Pəhləvi yazı sistemindən istifadə olunub. Cavab gəlir 2-3. Bu da fikir verdiniz, yenə mədəniyyətə müraciət ediblər. O axırıncı paraqraf. Sonra Qaraxanlı dövləti. Bu da qəribə sual uşaqlar. Deyin niyə? Amma bəlkə çıxdaşla tapa bilərik. 10-cu əsrin birinci yarısı Qaraxanlı 840-da yaranıbsa, 1212-yə qədər götürək. Qəznəvin də 962-1187 götürsək, bunlar 10-cu əsr, yəni 900-lərdə parçalanmırlar. A-nı çıxaram. Şimdi İbn Sina Əl-Biruni getmişik mədəniyyət dövrünə. Banisi sultan tituluna layiq görülən ilk türk hökmdarı. İlk türk hökmdarı sultan tituluna layiq görülən Mahmud Qəznəvidir. O da bunun banisi deyil. DN-də çıxaram. Rahat. Əsas rəqibi Uyğur xaqanlığı idi. Rəqibi olub. Uyğurların tərkibində Qaraxanlılar yaşayıblar, bəlkə sonradan rəqib olublar, amma əsas rəqibi Samani idi. C-ni də çıxarıq. Qalır bir dənə İbn Sina Əl-Biruni Qəznəliyə, Əfrasiyəb sülaləsi də Qaraxanlıya. Nə bilim valla, buna ehtiyac var mıydı, yox muydu bilmirəm. Yəni öyrəşməmişik də bu tipli suallara. Situasiya vəbşi qırğındır. Deyir ki, Slavyanlar nə deyir burada? Xəzər xaqanlığı məktub göndərir. Deyir ki, bilin ki, mən bu çayın başında durmuşam. Mən olmasam çoxdan hücum eləyərlər şəhərlərə falan filan. Hətta sonra nə deyir burada? Xəzər dənizinə çıxıb ərəblərə qarşı getmələrinə mane oluram. Həmçinin quru ilə Babul Əbvab qapı, qapılar qapısı. Babul Əbvaba gedən düşmənlərin qarşısını kəsirəm falan. Sonra deyir ki, mən onları buraxsaydım, müsəlmanların yerləri, tutduğu yerləri, yəni Kiyev knyazlığı ərəblərə mesaj yazır ki, mən burada olmasam, tutarlar gəlib sizi. Babul Əvvabı falan. İndi burada deyir ki, məktubun ikinci cümləsində nəzərdə tutulan Azərbaycan şəhərinin adı nə idi? İkinci cümlədə də burada deyir da, Babul Əvvab, Dərbənd. Yenə də mədəniyyət sualıdır. Fikir verdiniz, sizin öyrəşdiyiniz yerlərdən deyil. Biz nə sual cavab veririk? Katisə döyüşü nəticəsi, nə bilim nə. Mən həmişə Dərbəndi demişəm. Qəbula Dərbənddən ən çox sual oradan düşür. Kanalizasiyadır, kətan parçadır, bir də liman şəhəridir. Amma burada fərqli bir şey soruşur. Sonra sonuncu abzasda deyir, bəhs edilən narahatlığın haqlı olduğunu göstərən mənbədə verilməyən məlumat. Xəzər xaqanlığı narahatlıqda haqlı idi. Bir neçə il ərzində onun qorxduğu dağcı hücum yalnız Xəzər dənizinin sahillərinə deyil, həm də xaqanlığın özünə yönəldi. Bu hücumu İqor oğlu Svyatoslav, o var idi, Svyatoslav Kiyev knyazı getdi 965-də Xəzərlərə son qoydu. Deyir, o narahatlığı mənbədə vermək nəticəsi çətindir. Məncə bunu 90% uşaq yazacaq ki, 965-ci ildə Xəzər xaqanlığı süqut elədi. Bunu yaza biləcək. İkincisini yazana oğul deyərəm. Xəzərlərin paytaxtı İdil və digər şəhərlər talan edildi. Bu qədər dərin mənbə sualı. Məktubun yazıldığı ilədək, yəni 960-a qədər deyir, Xəzər xaqanlığının həmin hücumları dayandırmadığını göstərən nümunə. Yəni Azərbaycana Slavyandan 944 yürüşü olub, Bərdə faciəsi, 914 yürüşü olub, Abaskun adası, Sarı adası 909, 910. Məktubun yazıldığı ilədək 960-adaş Xəzər xaqanlığının
həmin hücumları dayandırmadığını göstərən nümunələrdən ikisi. Biri Bərdə faciəsi yaza bilərsiniz, bir də Abbasqulun adasına ya da 914 yürüşünü yaza bilərsiniz. Bu imtahandan açıq deyirəm, 20 yazmısınızsa superdir. Çünki baxın, Bab Əlbab 1, İbn Sina 2, burada yazı 3, bilirsiniz, yazı 3. Sonra bu qəribə tipli sual, bunu çıxıram lap heç bunu salmıram. Bu 4. Sonra 4. Arad da 5. 5. Bu sual, yəni 6-cı əsr o qədər də məşhur deyil. 6. Bu tipli sual özü də bunu da saymaq olar. 7. 7. Sonra bu xəritə 8. Bilmirəm, bu rəhli də veriblər. İmtahanda tuta bilməyəsiniz. 8 oldu, hə? 8. Sonra 9. 9. Mənə elə gəlir ki, 10. Bunu nə isə bu sual bəlkə olar. 11. Bunu da bir də 12. 12 dənə sual mənə elə gəlir ki, biraz şeydir. Yəni olmaya da bilərdi imtahanda. Bildiniz? Belə uşaqlar, kəndinizə iyi baxın dostlar. Uğurlar arzulayıram hamınıza. İnşallah yaxşı nəticə ilə gələrsiniz. 20 yazan mənə elə gəlir ki, rahat olsun. Ciddi deyirəm. 15-20 yazan. 30 yazanasa afərin. Kim 30 yazsa, Telegramda mən də yoruma atsın ki, mən 30 yazdım. Amma başdan deyirəm, saat 2 qrupu yox. 10:00 qrupu. 2 qrupu. Bir də YouTube-da zadda videolar olur, amma 2-də baxıb girə bilərlər uşaqlar. 10:00 girib buradan 30 yazana halal olsun. Belə uşaqlar, özünüzə yaxşı baxın, görüşərik.